Biopsiya xoş xəstəli düyünü bəd xəstəli düyünə çevirər və onun böyüməsinə səbəb ola bilər. Xanvari vəzin düyünlərinin biopsiyası haqqında doğru bilinən 5 yanlış. Birinci, biopsiya xoş xəstəli düyünü bəd xəstəli düyünə çevirər və onun böyüməsinə səbəb ola bilər. Bu belə deyil. Biopsiya xoş xəstəli düyünü bəd xəstəli düyünə çevirməz və onun böyüməsinə səbəb ola bilməz. İkinci, biopsiya çox ağrılı prosesdir. Əksinə, biopsiya incə iynə ilə aparıldığına görə burada hiss edilən ağrı venadan qan verdiyiniz zaman hiss etdiyiniz ağrıya bərabərdir. Yəni siz sadəcə iynənin batmasını hiss edirsiniz. Üçüncü, biopsiyadan sonra pasiyentə uzun müddətli yataq rejimi lazımdır. Xeyr, biopsiyadan sonra pasiyent əvvəlki həyatına qayıda bilir. Dördüncü, biopsiyadan sonra danışmada və udmada çətinliklər yaranır. Biopsiya danışma və udma aktına təsir etməz. Beşinci, biopsiya bütün düyünlərə tətbiq edilir. Bilinenin əksinə, biopsiya ultrasəs müayinəsində sadəcə şübhəli bilinən düyünlərə tətbiq edilir.